Değerli şagirdlər, bizə dim test toplusunda silsiləyə aid belə bir sual var. Deyir, ilk n həddinin hasili hn bərabər n faktorial bölü 3 düsturu verilirsə, dördüncü həddi tap. Yəni a 4 bərabərdir suala. Həm ədədi, həm də silsilədə ilk n həddin hasili düsturu verilirsə, n-ci həddi tapmaq üçün an bərabərdir hn bölünsün hn minus 1 düsturumuz var. İndi bizə A4'ü tap deyir də. A4 bərabərdir H4 bölünsün H3'ü tapmalıyıq. Buna əsasən H4'ü tapmaq üçün gətirib düsturda n'in yerinə 4 qoyub hesaplamalıyam. Yazıram onda. H4 bərabərdir 4 faktorial bölünsün 3. Biz bilirik ki, faktorial o deməkdir ki, birdən həmin ədədə qədər ədədlərin hasili. Yəni 1 vur 2 vur 3 vur 4 bölünsün 3. 3'lər ixtisar gedir, surətin hasili eləyəcək 8. İndi H3'ü tapaq. Bərabərdir 3 faktorial bölünsün 3. Bərabərdir 1 vur 2 vur 3 bölünsün 3. 3'lər ixtisar gedir, qalır 2. H4'ümüzü də tapdıq. H3'ümüzü də tapdıq. Gətirib burada yerinə qoyaq. 8 bölünsün 2 bərabərdir 4. Deməli, dördüncü həddimiz oldu 4. Cavab